Hər kəsə salam. Dünyanın ən maraqlı və təzadlar ölkəsi kimi tanınan Hindistana doğru yola düşdük. Bakıdan Dehli şəhərinə cəmi 4 saata çatdıq və burada belə gözəl qarşılanma ilə Hindistanı kəşf etməyə başladıq. Əgər söhbət Hindistandan gedirsə, təbii ki, yolda bu cür maraqlı qeyri-adi mənzərələrlə rastlaşmaq adi bir haldır. Çünki biz əgər Hindistana gəlmişiksə, təbii ki, əsl Hind həyatında yaşamalıydıq. Yəni Hindistana gəlib həm əsl filmlərdə gördüyümüz o mənzərəni görmək istirdik, həm də hər kəsin göstərmədiyi maraqlı bir yerlərə getmək istirdik və bu baxımdan da ilk işimiz tarixi yerləri kəşf etmək oldu və qeyd edim ki, bura Moğol İmperatorluğunun ən möhtəşəm əsərlərindən biridir. Humayun abidəsi adlanır və buraya girişin qiyməti isə 600 rupi, yəni bizim pulla 12 manat. Daha sonra isə yola düşdük bazarlıq etməyə, çünki səhərsi gün biz Agra şəhərinə yollanacaqdıq. O baxımdan da düşündük ki, özümüzə qəşəng indi aksesuarlar, Hind geyimləri, sarilər alaq. Bu baxımdan da bazar bizim üçün ən gözəl seçimlərdən biri idi. Çünki burada əsl Hindistanı görmək mümkündür. Həm Hind yeməklərini dada bilərsiniz, həm də qəşəng bazarlıq eləyə bilərsiniz. Biz isə Hind yeməklərini yalnız bir dənə panipuri ilə kifayətləndik, çünki heç dadı xoşumuza gəlmədi. Qeyd edim ki, bizim qrupun qızları o qədər pozitiv, o qədər mehriban idilər ki, yol necə gəldi, keçdi, heç özümüz də bilmədik. Çox adam elə bilir ki, Tac Mahal paytaxtda yerləşir, amma əslində Tac Mahalın yerləşdiyi şəhər tamamilə fərqlidir. Bura Agra şəhəri adlanır və Agra şəhəri isə Dehlidən 4 saatlıq məsafədə yerləşir. Təbii ki, yol üstü dayandıq, yemək yedik və qeyd edim ki, bu süfrənin qiyməti, yəni gördüyünüz bu bütün yeməklər 7 manat təşkil edirdi. Və çatdıq otelimizə. Burada da çox gözəl şəkildə qarşılandıq. Otelimizin adı isə Marriott oteli idi və mənzərəsinə, ümumiyyətlə abu-havasına, servisinə söz ola bilməzdi və burada isə çox maraqlı mehendi mərasiminə rastlaşdıq. Buradakı gördüyünüz cütlüklər evliliklərin 25 illiyini qeyd edirlər və biz də ona şərik olduq. Daha doğrusu özləri bizi dəvət elədilər və daha sonra isə Agra şəhərində yerləşən Agra qalasına yollandıq. Burası Moğol İmperatorluğunun Şah Cahanın tikdiyi əsərlərdən biridir və qeyd edim ki, Tac Mahalla eyni səviyyədə çox möhtəşəm bir abidədir. Daha sonra Tac Mahalla yollandıq. Tac Mahal haqqında ayrıca bir post olacaq, çünki Tac Mahalı bir neçə saniyə, bir neçə dəqiqəyə sığdırmaq məncə mümkün deyil. Tac Mahala girişin qiyməti isə turistlər üçün 27 manat təşkil edir. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Postlarım davamlı olacaq.